Mənimlə birlikdə Qarabağla Napolinin oyununa gedək. İlk olaraq Milandan 9 saat avtobus götürüb Napoliyə səyahət elədim. Çox uzun bir yol idi. Ondan sonra çatandan sonra da artıq hostelıma yerləşməyə gedirəm. İlk dəfədir ki, həyatımda hostel götürmüşdüm, amma bu qədər gözəl olacağını heç vaxt düşünməzdim. Ümumilikdə hostel üçün 29 evro ödədim və çoxdandır pişik də görmürdüm, pişik də görmüş oldum. İtaliya üçün çox nadir bir haldır. Bu da bizim ümumi zalımız idi hosteldə. Qaldığım yerdən 2 nəfər də tapdım ki, hansı ki Napolinin oyununa gedirlər. Ona görə ilə birlikdə getdik. Dəhşət bir yağış var idi. Yəni inanılmaz bir yağış idi. Yəni heç belə hava olmur. Yəni çox vaxt orada, amma tərslikdən o günü belə idi. Və sonunda Maradona stadionuna gəldik, oyunun baş tutacağı yerə. Təqribən 1 saat yarım əvvəlcədən gəlmişdik. Ona görə nə qədər gözləməli olduq hələ oyunun başlamağına yağışın altında. Bu arada bu mənim ilk dəfə futbola gedib canlı izləmə praktikam idi. Ona görə daha da həyəcanlı idim, özü də başqa ölkədə. Oyun çox maraqlı keçdi. Əsasən də birinci raund, ikinci raund artıq hamımız cavab bilirik deyə çox da gizlətməyə bir şey yoxdur, amma yenə də çox maraqlı bir, yəni praktikadır. Başqa ölkədə öz komandamı dəstəkləmək. İnanmarsınız, o qədər azərkeş gəlmişdi ki, bütün Napoli Azərbaycanlılarla doluydu. Stadionda bizi 1 saata yaxın gözlətdilər ki, digər komandanın bütün azərkeşləri çıxsın, sonra biz çıxdıq və digər günü, bütün günü gəzməyə vaxt ayırmışdım və bütün Napoli Azərbaycanlılar idi. Ancaq Azərbaycanlıların səsini eşidirdim. Napoli çox gözəl bir şəhərdir, biraz təhlükəli şəhərdə olsa və Napoliyə getmişkən mütləq şəkildə gedib oranın pizzasını da yoxladım, çünki ilk dəfə pizza burada yaranıb, çox dadlı idi. Ondan sonra biraz gəzib yenidən Milana qayıtdım.